Kız, sen kimin kızısın? Atamın kızı. Atan kimdir? Ot. Kim? Ot, ocaq. Anan kimdir? Anam torpaq. Sabahtan seni öldürəcək. Anan ise qəbrin üstündə ağlayacaq. Torpaq namusla öyrən övladını ağlamır. Atan sabah sənin boynunu qıracaq. Sən tövbə etməlisin. Molla çağıraq, yoxsa Molla hansı dildə dua oxuyacaq? əlbəttə kərab dili. Bəs Allah bizim dilimizi bilmir. Hu, şeytan qız. Kızım, sabah atan sənin boynunu qıracaq. Bunlar şərt qoydular. Afşin sənin boynunu qıracaq. Əgər vurmasa, demək sən onun qızısan. Bəs vursa, onda xilas olur. Xilas olur? Xilas olur. Həm məndən, həm də onların əlindən. Gözəl fikir. Afşin, Afşin, bizim evimizi də yıxdın, özünün də. Kızım, sən doğrudan Əlahəzrətin qızısan. Biri var idi, biri yox idi. Bir balta var idi. Bu balta meşədəki ağacları qırırdı, uf demirdi. Bir gün ağaclar dilə gəldi, dedi, ey balta, sən bizi qıra bilməzdin, sakın bizdən olmasın. Ağaclar düz deməyiblərmi?